Bilirdiniz ki, dünənləri 14 fevral idi. Dünən mama zəng elədi ki, bəs sənin üçün xoruz kəsmişik papanla bir yerdə. Ona gəlib apara bilərsən. Papan kəsib, mən təmizləmişəm. Gəlib onu aparırsan. Dedim sabaha qalsın. Dedi yox, elə bu gün istəyirsən gəl apar. Bilmirəm, əslində mama dedi ki, bunu mən sənə, sən həyat toyuğu axtarırdın, ona görə biz sənə veririk. Amma mən onlara demişdim ki, yaxşı həyat toyuğu hara satırlarsa, mən alım da ondan. Mama gilin varı da çox azdır, yəni bir-iki dənə də satılmır. Elə belə də arada pay göndərirlər, o heç. Nəysə, 14 fevralda bunu ümumi mənə xoruz kəsib göndərmələr mənə biz qəribə gəldi. Düşünürəm ki, bəlkə də düşünüblər ki, indi qızımızın da evli də deyil, həyatında da heç kim yoxdur, hədiyyə yalanı yoxdur. Heç olmasa bizə nədən xoruz kəsək göndərək. Bilmirəm, indi deyiblər ki, yəni bütün dünyadakı xoruzlar, erkəklər, kişilər sənin qulun kölündür. Belə mesaj vermək istəyirlər. Ya sadəcə həqiqətən də mənə dadlı bir ət vermək istəyirlər, o bilmirəm yəni onu mən. Yəni özləri dedi ki, sən həyat toyuğu axtarırdın deyə biz sənə bunu verdik. Belə. Bunu isə mənə tomatın üstünə yağ tökməyi bir qızdan görmüşəm. Bunu sınayacam görək xarab olurmu, olmurmu? Xoruzun yarısını doğradım, atdım marazinkaya. Onu sabahda ya birisi gündə filan çığırtma yeyəcəm. Bunu isə soğuz elədim. Kartoşkası biraz çox oldu. Baxacaqsınız sizə videoda. Tutuzdura bilmədim, yəni eybi yoxdur. Sonra əti məncə ləzzətli olacaq. Çünki ən azından broilerdən daha yaxşı olacaq. Kartoşka isə evdə az idi, 2 dənə qalmışdı. İncisi göndərdim, getdi marketdən aldı, gətirdi. İncinin 11 yaşı olacaq bu illəri. Ancaq hələ də mənim gözümdə uşaqdır. Onu mən bir yerə göndərəndə gələndən sonra öpürəm, qucaqlayıram. Fidana amma elə yox. Fidana daha belə ciddi yanaşıram, nəinki inciyə. Belə. Bu yeməyin mukbangını isə növbəti videoda paylaşacağam. Yəqin ki, sabah paylaşaram. İzləmədə qalın. Dadı necə oldu, necə çıxdı, mukbangda deyəcəm sizə. Kartoşkaları özüm seçməmişdim, elə də qəşəng deyildi. Amma da neçə o. Belə.